Xəbər axşamı ikinci saatı ilə efirinə davam etdirir. Axşamımızın xəbər bələdçisi mənəm, Novruz Harun. Bəli, ötən gün İran 4 pilotsuz uçuş aparatı ilə Naxçıvanı hədəf aldı və hadisə nəticəsində Naxçıvan hava limanında və həmçinin bir orta məktəb hədəfdə idi və 4 yaralımız var bu hadisədən dərhal sonra və Prezident Təhlükəsizlik Şurasının iclasını keçirdi və çox sərt şəkildə İrana xəbərdarlıq elədi. Bu hadisə həm də beynəlxalq ictimaiyyətdə də ciddi narahatlıq doğurdu Azərbaycana. Beynəlxalq dəstək gəlməyə davam edir. Elə bu dəqiqələrdə də bu açıqlamalar var. Xüsusilə Pakistanın Prezident İlham Əliyevlə Pakistanın baş nazirinin Şahbaz Şərifin Azərbaycan prezidentinə telefon danışığı və həmrəylik mesajı Azərbaycana dəstəyi xüsusilə diqqət çəkir. Bütün bu prosesləri müzakirə edəcəyik. İranın bu xain hücumunu, Azərbaycana göstərilən dəstək və təbii ki, mütəxəssislərlə studiyada qonağım siyasi şərhçi Məhəmməd Əsədullahzadədir. Xoş gəlmişsiniz Məhəmməd. Xoş gördük. Həmçinin bizimlə canlı bağlantıda siyasi şərhçi Orxan Nəbiyev var. Orxan müəllimi, siz də yayıma qatıldığınız üçün təşəkkür edirəm. Dəvətiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Bəli, başlayaq Məhəmməd müəllim ilə sizlə. Bu ötən günkü hadisə ümumiyyətlə çox ciddi bir hadisə idi. Azərbaycanın ərazisinə qarşı və yenidən İranla və qonşusu Azərbaycana qarşı növbəti bir xain, bir addım. Bu ümumiyyətlə hazırki proseslər fonunda bunu necə qiymətləndirmək olar İranın Azərbaycana qarşı bu hərəkətini? Təbii ki, İranın Azərbaycana qarşı dronla hücum həyata keçirməsi bu İranın düşmənçiliyinin bariz nümunəsidir. Və İran uzun müddət bu məsələləri müəyyən qədər gizlətməyə çalışırdı, amma biz görürdük ki, zaman-zaman məhz İran Keşikçiləri Qvardiyasının korpusu Sepah Azərbaycana qarşı hibrid və kütləvi informasiya vasitələrində ciddi şəkildə bir savaş aparır. Həmçinin bizim səfirliyə qarşı həyata keçirilən terror hücumu da onlar inkar etməyə çalışdı, amma növbəti mərhələdə Azərbaycan prinsipial mövqeyi nəticəsində İran tərəfi artıq cəzalandırdı həmin terrorçunu. Təbii ki, Azərbaycan prezidentinin burada qətiyyətli İrandan bizim tələblərimiz bunu reallaşdırdı və münasibətləri Azərbaycan daima çalışıb ki, İranla normal münasibətlər qurulsun, dostluq və qonşuluq, qarşılıqlı etimad müstəvisində siyasət aparılsın. Amma göründüyü kimi yenə də biz İranın kütləvi informasiya vasitələrində, sosial şəbəkələrində Azərbaycana qarşı informasiya savaşını davam etdiriblər. Hətta Sepah Azərbaycana qarşı bir terror təşkilatı da yaratmışdı. Hüseyniyun adı altında terror təşkilatı. Bu proseslər hazırki müstəviyə gəlməsində məhz rəsmi Tehran rejimi məsuliyyət daşıyır. Bu günləri məhz 1979-cu ildən bəri İran demək olar ki, qonşu ölkələrlə, xüsusilə qonşu müsəlman ölkələri ilə düşməncəsinə davranır. İndiyə kimi onun apardığı xarici siyasət yanlış olub və o yanlışın nəticəsidir ki, bu günləri artıq olum və ölüm dileması qarşısında qalıblar. Məhz Azərbaycana qarşı bu düşməncəsinə həyata keçirilən PUA hücumu mülki obyektlərə, orta məktəbə, qeyd etmək lazımdır ki, mülki obyekt heç bir hərbi obyekt deyildi. Orta məktəbə hədəf seçilməsi bu İran şovinist, paniranist siyasətinin anti-türk, türkfobiya siyasətinin tərkib hissəsidir və onlar Azərbaycanı həzm edə bilmir. Uzun müddətdir ki, Sepah generalları İran Xaricilər Nazirliyində mərkəzləşmiş səsani, şovinist, paniranist, türkfobiya sistem Azərbaycanı onlar cəzalandırmağa çalışırlar. Məhz orta məktəbə hücumundan sonra, Naxçıvana hücumundan sonra Sepah öz sosial şəbəkə kanalları bunu etiraf etdi və Azərbaycana qarşı bir əzələ nümayişi kimi qiymətləndirdi. Yəni, göründüyü kimi İranın rəsmi orqanları nə qədər bu məsələni müəyyən qədər təksib etsələr də Sepah məsuliyyəti üzərinə götürdü. Biz görürük ki, İran prezidenti Məsud Pezeşkiyan cənab prezident İlham Əliyevə də hər hansı bir telefon açmadı və o da sosial şəbəkə vasitəsilə bu məsələyə hər hansı bir mövqe sərgiləmədi. Yəni, bu onu göstərir ki, İran
prezidenti də məsələnin fərqindədir. O da başa düşür ki, məhz bunu İran dövləti, İran təhlükəsizlik orqanları Sepah həyata keçirib. Hazırda İranda hakimiyyət tamamilə Sepah əlindədir və Sepah özü xaosa yuvarlanır və özü getməklə region da xaosa, böhrana yuvarlanır. Hazırda onların tətbiq etdiyi strategiya bundan ibarətdir və indiyə kimi Sepahın Azərbaycana qarşı bu düşmənçiliyi məhz onların PUA hücumu ilə də bir daha göstərməklə demək olar ki, Sepah bununla da Azərbaycanın da qarşısına almış olacaqlar. Təkcə Azərbaycanı yox, Türkiyənin də və artıq beynəlxalq birlik də bu məsələdə Azərbaycana dəstəyini göstərdi. Mən düşünürəm ki, artıq Sepah İran rejimi öz sonlarını yaxınlaşdırır. Onlar təslim olmurlar, kapitulyasiya getmirlər, qonşularına qarşı düşmənçiliyi həyata keçirirlər və demək olar ki, heç bir qonşu artıq onları qəbul etmir. Bir məsələ, bir nüansa diqqəti çəkmək istəyirəm ki, bilirsiniz ki, İran 30 il ərzində Ermənistan Azərbaycana qarşı işğal siyasətinə dəstək verdi. Bu düşmənçiliyin arxasında oldu. Vəziyyət elə gətirdi ki, ötən gün Ermənistan Xaricilər Naziri Ararat Mirzoyan məhz bizim Xaricilər Naziri Ceyhun Bayramova zəng edərək İranın bu hücumunu pislədi və Azərbaycanla həmrəy oldu. Yəni vəziyyət elə gətirdi ki, Azərbaycana daima düşmən olan indi de facto sülh var, onlar da artıq İranın bu siyasətini qəbul etmirlər. Yəni bu günləri Sepah artıq bütün qırmızı xətləri keçib və hesab edirəm ki, İran dövləti mütləq şəkildə bununla bağlı mövqe bildirməlidir. Onlar indi qeyd edirlər ki, bunu araşdırıb bununla bağlı öz hesabatlığımızı təqdim edəcək. Amma düşünürəm ki, İran yenə də yalan danışır. Daima fars diplomatiyası bilirsiniz yalan üzərində qurulub. Dildə bir söz deyirlər, amma reallıqda, əməldə, praktikada daima digər hərəkətli ellər. Həm də bu birinci hadisə deyil. Bundan əvvəl də oxşar hadisələr baş verir təbii ki. Təbii ki. Və eyni deməli ssenari üzrə, yəni İran həmişəki kimi belə qeyri-adekvat hərəkətlər eləyir. Təbii ki, bu İran tərəfinin anti-Azərbaycan siyasəti, Azərbaycana qarşı kirli kampaniya, Azərbaycana qarşı terror, təxribat siyasətini bunlar həyata keçirir və inkar edirlər. Bilirsiniz, dövlətin müəyyən kəşfiyyat sistemində daima bu yazılmayan qanundur. Kəşfiyyat, təhlükəsizlik orqanları istəmədiyi dövlətə müəyyən bir terror aktı, müəyyən təxribatlar həyata keçirilər, amma rəsmi orqanlar bunu inkar edirlər. Bu günləri məhz İran Azərbaycana qarşı bu siyasəti düşməncəsinə siyasətdir. Mütləq şəkildə Azərbaycan bunun cavabını verəcək və İran tərəfi də bununla təkcə Azərbaycan Respublikasını yox, Güney Azərbaycanda yaşayan 40 milyona yaxın Azərbaycanlıları da təhqir etmiş oldu. Və bu prosesdə Tehran rejimi mütləq şəkildə cəzalanmalıdır. Necə ki, İsrail və Amerika Birləşmiş Ştatları onları cəzalandırır. Azərbaycan daima kişi kimi davrandı. Öz ərazisindən İrana qarşı hər hansı bir əməliyyatlara qəti şəkildə icazə vermədi. Bu gün də vermir və gələcəkdə də verməyəcək. Hətta cənab prezident qeyd etdi, dedi, həmin gün səhər çağı Livanda olan İran diplomatlarının təxliyəsi üçün bunlar bizdən təyyarə istəyir. Biz hətta pul da təklif elədilər, ancaq biz onu pulsuz həmin təxliyəni həyata keçirməyə çalışdıq. Amma bir neçə saatdan sonra İran tərəfi Azərbaycana qarşı bu düşmənçilik, terror və təxribat siyasətini həyata keçirdi. Yəni göründüyü kimi bunların mahiyyəti bundan ibarətdir. Artıq biz heç vaxt fars diplomatiyasına, fars siyasətinə inanmamalıyıq və nə yaxşı ki, oradakı bizim Təbrizdə və Tehrandakı səfirliyimiz və konsulluğumuzu artıq təxliyə edirik. Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı artıq bloklandı. Çünki İrana mütləq şəkildə dərs vermək lazımdır. Onlarla diplomatik əlaqələrimiz demək olar ki, sıfırlanmalıdır. Çünki nə diplomatik dildə, nə siyasi dildə, nə də qonşuluq dildə bunlar danışa bilmir. Sizin əraziniz hardan vurulur? Ərəb ölkələri tərəfindən orada olan Amerikanın bazaları tərəfindən vurulur. Bu günləri məhz İranın şimalında Türkiyə və Azərbaycandan təhlükəsizdir
bizi və İrana heç bir təhlükə yoxdur. Amma hazırda İran özü bu düşmənçilik, bu təhlükəni reallaşdırdı və burada düşünürəm ki, Güney Azərbaycanlılar da bilirəm ki, bizə baxırlar. Onlar da Azərbaycan Respublikası ilə həmrəy olmalıdırlar. Cənab Prezident İlham Əliyevin bəyanatlarına, dediklərinə də diqqətlə dinləməlidirlər. Azərbaycan Respublikası Cənab Prezident də dedi ki, onların taleyinə də biz biganə qalmarıq. Çünki İran uzun illər məhz Cənubi Azərbaycandakı soydaşlarımızı öz kirli informasiyası ilə çalışıblar ki, Azərbaycan Respublikasını onların gözündə düşürsün. Amma göründüyü kimi onların bu hərəkətləri İran rejiminin fiyaskosuna, demək olar ki, darmadağın olmasına gətirib çıxartdı. Təşəkkür edirəm Məhəmməd müəllim və Orxan müəllim, Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır. Xarici İşlər Naziri ümumiyyətlə bəyan etdi ki, bu proses həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluğa şamil edilir. Azərbaycan bu ötən gün baş verən bu hadisədən sonra bildirdi, Prezident İlham Əliyev də bildirdi ki, üzr istəməlidir və səhv etiraf edilməlidir, günahkarlar cəzalandırılmalıdır. Hazırki şəraitdə Azərbaycanın bütün diplomatik heyətini İrandan çıxarmağa hansı mesajı verir? Bu mesajı verir ki, ilk öncə İran Azərbaycan üçün və Azərbaycan dövləti nümayəndələri üçün, Azərbaycanın diplomatları üçün təhlükəsiz bir yer sayılmır. Eyni hadisə baş vermişdi Azərbaycan səfirliyinə bu amansız hücum zamanı və Azərbaycan səfirliyinin əməkdaşlarının ölümü ilə yaralanması ilə nəticələnən bu terror hadisəsindən dərhal sonra da Azərbaycan səfirliyi dayandırılmışdı və Azərbaycan səfirliyinin əməkdaşları çıxarılmışdı İrandan və eyni hadisədə hal-hazırda da təkrarlanır. Bu deməkdir ki, biz bunun üzərində bir böhran yaşadıq İrandan, biz bu böhranı adlamağa çalışdıq, bu böhran aradan qaldırıldı, böhranın səbəbkarları və eyni zamanda bu terror aktını həyata keçirmiş şəxs Azərbaycan nail oldu ki, o layiqli cəzasını alsın. Azərbaycan bununla Sepahı yerinə otuzdurdu. Çünki biz bilirik ki, İranda 2 tirəlik var, rəsmi hakimiyyətlə eyni zamanda Sepah var və Sepah orada, necə deyirlər, Almaniyadakı 39-45-ci ildəki SS rolunu oynayır və bu SS-çilərdən heç bir şeylə fərqlənmir. Həmin bu Sepah və hal-hazırda da hakimiyyət demək olar ki, onların əlindədirlər. Biz görmürük ki, nə Prezident, nə Xarici İşlər Nazirliyi, nə Prezidentin administrasiyası və Prezident Pezeşkiyan özü hər hansısa bir şərh versin bununla bağlı və hal-hazırda bütün güc Sepahın əlində olduğuna görə bu artıq Azərbaycan diplomatları üçün, Azərbaycan dövlət təmsilçiləri üçün təhlükəsiz yer sayılmır və buna görə də artıq Azərbaycan öz həm etiraz olaraq, həm də bir nümayişkarə olaraq öz diplomatlarını, səfirliyinin konsulluğunu İrandan çıxardı. Orxan müəllim, bu hadisədən dərhal sonra bir çox ölkə, hətta dövlətlər Azərbaycan prezidentinə dəstək xarakterli telefon zəngləri elədilər və elə bu dəstək, həmrəylik mesajları indi də gəlməkdə davam edir. Bu, ümumiyyətlə, Bakının beynəlxalq diplomatik mövqeyi ilə bağlı yəni, hansı mesajı verir, hansı nəticələr çıxarılır buradan? Bu, onun nəticəni çıxarırıq ki, biz buradan ki, məhz ilk öncə Azərbaycanın haqlı mövqeyini hər kəs görür, Azərbaycan haqlı mövqeyini hər kəs dəstəkləyir və Azərbaycan hər zaman etibarlı bir tərəfdaş olub, Azərbaycan hər zaman etibarlı bir qonşu olub və İran məhz bu etibarlı qonşuluqdan sui-istifadə edib və bütün bu dövlətlər, istər qərb dövlətləri olsun, istər şərq dövlətləri olsun, müsəlman dövlətləri olsun, Avropa dövlətləri olsun, dinindən, irqindən, milliyyətindən asılı olmayaraq bütün bu dövlətlər məhz Azərbaycanın Azərbaycan olduğuna görə Azərbaycana dəstək verilir. Nankor olmadığına görə Azərbaycana dəstək verirlər və bu nankorcasına bu hücuma məruz qaldığına görə Azərbaycan dəstək verirlər. Yeganə dəstək verməyən Azərbaycanın qonşuluğunda olan Rusiyadır. Biz Rusiyadan dəstəyi görmədik. Bu da deməkdir ki, Rusiya ilə İran eyni xislətə malikdir və
biz yəni bütün hadisələrə rəğmən Rusiyadan hər hansı bir dəstək olması da yaxşı olardı. Bir Xarici İşlər Nazirliyi nəzdindəndir belə. Amma bütün qonşular, hətta Bunağın dediyi kimi, Məhəmməd bəyin dediyi kimi Ermənistan Xarici İşlər Naziri də bizim Xarici İşlər Nazirimizə zəng vurdu. Amma yeganə olaraq nə İran prezidenti, nə də Rusiyanın prezidenti və ya Rusiyanın Xarici İşlər Nazirliyi bununla hər hansısa bir mövqe bildirmədilər. Digər əsas diqqət çəkən məqamlardan da biri ümumiyyətlə İranın bu Azərbaycana qarşı bu törətdiyi terror aktından bərabər eyni zamanda bu müharibə ərəfəsində, hansı ki davam edir artıq ayın 28-dən, burada İranın hədəf aldığı, deməli, hədəfində olan ölkələr sırasında Körfəz ölkələri də var. Təbii ki, Amerika Birləşmiş Ştatları bazaları adı ilə hədəf alır və çox sayda mülki obyekt, binalı, yaşayış binaları zərər gördü, dağıldı və bu açıq aydın həm də həmin ölkələrlə, Körfəz ölkələri ilə, hansı ki İslam ölkələridir, onlar münasibətlərin pozulması deməkdir. Eyni ilə də ötən gün Azərbaycana qarşı bu terror aktı. Bu əməllə İran həm də İslam həmrəyliyini də hədəf almırmı? Əlbəttə ki, bilirsiniz ki, İran İslam adından istifadə edərək uzun illərdir ki, müqavimət hərəkatı yaratmağa çalışdı Yaxın Şərqdə və bu Yaxın Şərqdə kimləri hədəf alırdı? Müsəlman ölkələri. Suriyada, İraqda, Livanda, Yəməndə, demək olar ki, proksi qüvvələri müsəlman ölkələrə qarşıdır. Bəyanlar mən qeyd etdim, Azərbaycana da qarşı bunlar müqəddəs adlardan istifadə edərək belə terror təşkilatları yaradıblar. Hüseyniyyən terror təşkilatı. Ermənistanla da qonşuda İran. Heç Ermənistana qarşı belə bir terror təşkilatı yaratmadı ki, vaxtilə Türkiyədə qarşı Hizbullah terror təşkilatı və yaxud PKK-dan istifadə edib, YPG-dən istifadə edib Türkiyəyə qarşı İran. Yəni, İran İslam həmrəyliyindən danışırsa, deməli o praktikada ilə İslam ölkələrinə qarşı düşmənçilik siyasət həyata keçirir. Biz uzağa getməyək. 30 il ərzində Qarabağda vandalizmin bir iştirakçısı ilə İran idi. Orada demək olar ki, tikinti materiallarının dağıdılmasında, İrana aparılmasında, erməni separatçılarına silahların verilməsində, hətta 2-ci Qarabağ müharibəsindən sonra oradakı separatçılara tankerlərin dizel yanacağını da ötürən məhz İran idi. İran nömrələri də avtonəqliyyatların üzərindədir. Biz onların hamısını müşahidə etdik yaxın tarixdə. İran yenə də onu inkar edirdi. Yəni göründüyü kimi İranın ümumiyyətlə dildə İslam həmrəylidən çalışsa da o konkret olaraq dindən öz siyasi məqsədləri üçün, öz şovinist məqsədləri üçün, öz regionda öz imperialist geosiyasi mövqelərini gücləndirmək üçün istifadə edib. Bu günləri Ərəb ölkələrində, Körfəz ölkələrində bütün mülki infrastrukturu İran vurur. Əgər İranı bu vəziyyətdə buraxsalar, demək olar ki, Amerika Birləşmiş Ştatları hər hansı İranı danışıqlara geçsə indiki vəziyyətdə və yaxud da Amerika Birləşmiş Ştatları geri çəkilsə, İran demək olar ki, bütün qonşu ölkələrə qarşı terror əsirlər. Yəni indi İran rejimini indiki vəziyyətdə qəti şəkildə buraxmaq olmaz. Cəzalanmalıdır, məhv olmalıdır. Orada yeni bir normal sistem qurulmalıdır. Bilirsiniz ki, Donald Trump'ın da açıqlaması oldu. Demək olar ki, Amerika Birləşmiş Ştatları İranda məhz mühafizəkar sistemə qarşı bu sui-qəsd əməliyyatları həyata keçirdi və Sepahı tamamilə darmadağın etməyə çalışır. Amma islahatçı sistemə dəymir. Orada kim var? Siyahı açıqlanıb. Məsud Pezeşkiyan prezident, Xarici İşlər Naziridir, Araqçıdır, keçmiş prezident Xatəmidir və göründüyü kimi islahatçılardır və Amerika Birləşmiş Ştatları qeyd edir ki, bunlarla biz keçid dövründə işləyə bilərik. Yəni, İranın teokratik rejimi demək olar ki, orada dövlət aparatı elə bir sistemdə qurulmuşdur. Tamamilə sistem Sepahın əlində olub. Prezident xalq tərəfindən seçilsə də prezidentin səlahiyyəti olmayıb. Baxmayaraq ki, o iqtisadi məsələləri, müəyyən xarici siyasəti kurasiya etsə də, yenə də bütün qərarlar Sepah və ali dini rəhbərin ofisi tərəfindən
tərəfindən təlimatlandırılıb, həyata keçirilib. Hətta ABŞ-da, Cenevrədə və Omanda aparılan danışıqlarda ABŞ-da etiraf etdi ki, İranla aparılan danışıqlar çox çətindir və bürokratik sistem elədir ki, biz Xaricilər Naziri ilə danışıqlar aparırıq, prezident bu istiqamətdə müəyyən müsbət mesajlar verir, amma gedir çıxır ali dini rəhbərə, Sebaha tamamilə danışıqlar prosesi iflasa uğrayır. Yəni artıq Amerika Birləşmiş Ştatları gördü ki, bu rejimlə demək olar ki, danışıqlar aparmaq İran tərəfindən manipulyasiya edilir, İran daha da güclənir, hətta nüvə silahı əldə edib həm İsraili, həm Amerika, həmçinin qonşu ölkələri təhdid altında saxlaya bilərdi. Ona görə də bu əməliyyatlar qaçılmaz idi. Fikir verək, İran demək olar ki, uranın 60-90% civarında zənginləşdirilmişdi. Bu günləri Azərbaycana dronu, kamikadze dronu atan, mülki obyektdə, orta məktəbə atan bir rejimin əlində nüvə silahı olsa nə edir? Tamamilə işğal edirlər. Onlar Azərbaycan Respublikasının müstəqilliyini heç vaxt həzm edə bilməyiblər. 1991-ci ildə İranın qəbul edilən Milli Təhlükəsizlik Xarici Konsepsiyasında Azərbaycan Respublikası İranın suverenliyi və təhlükəsizliyi üçün təhdid kimi təsdiq olunub. Onların xarici siyasət nizamnaməsində var. Həmçinin onlar Azərbaycan Respublikası yox, Bakı Respublikası Azərbaycana daimə qeyd ediblər. Yəni, belə bir rejimlə artıq səbir etmək olmaz. Səbrin də müəyyən bir vaxtı var, zamanı var. Artıq İran rejimi fiyasko uğramalıdır. Onlar Azərbaycana qarşı düşmən siyasət həyata keçiriblər. Onların burada diplomatları var, səfirlikləri var. Çıxıb kütləvi informasiya vasitələrinə müsahibə verirlər, qeyd edirlər ki, bunu İran tərəfi etməyib, araşdırarıq. Amma bunlar da mən düşünürəm ki, çıxıb getməlidirlər Azərbaycandan. Necə Azərbaycan öz səfirliyi və diplomatlarını Tehrandan, Təbrizdən çəkirsə, mən düşünürəm ki, İranın buradakı hər hansı bir səfirin, diplomatının qalmasının nə mənəvi, nə də hüquqi cəhətdən haqqı yoxdur. Onlar da başını tərk etməlidirlər. Aydındır, Məhəmməd müəllim, müzakirəmizə davam edəcəyik. Bir canlı bağlantımız olacaq. Birinci saatda da xəbər verdiyimiz kimi son hadisələrdən sonra daha dəqiq İranın Naxçıvana pilotsuz uçuş aparatı ilə deməli zərbə endirməsindən sonra Bakı-Naxçıvan, deməli Bakı marşrutu üzrə uçuşlar ləğv edilmişdi və buna görə də Azərbaycan Hava Yolları alternativ olaraq Türkiyənin Iğdır şəhərinə və əks istiqamətə aviareyslər təşkil edib və Bakı-Iğdır marşrutu üzrə növbəti sərnişin təyyarəsi artıq Iğdır hava limanına enib və qeyd edim ki, Iğdırdan Naxçıvana isə xüsusi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən ayrılmış xüsusi avtobuslar vasitəsilə Iğdırdan da Naxçıvana gedəcəklər avtobuslarla və həmin o Bakıdan Iğdıra deməli marşrutu üzrə növbəti sərnişin təyyarəsində, Iğdıra uçan təyyarədə həmkarım, əməkdaşımız Sabir Səfərov da var idi və qeyd etdiyim kimi təyyarə az öncə Iğdıra enib. İndi Sabirə bağlanacağıq, o hazırda Iğdır hava limanı ərazisindədir. Çünki ilk reysdə, səhv etmirəmsə, 106 sərnişin də var. Detalları Sabirdən eşidək. Sabir, axşamınız xeyir olsun. Axşamınız xeyir Novruz, mən də sizi salamlayıram və səs kirliliyinə görə əslində üzr istəyirəm hər kəsdən və onu xüsusilə vurğulamaq istəyirəm ki, bugün artıq Azal tərəfindən növbəti reys keçirildi. Söhbət Bakı, İğdır və Naxçıvan reysindən gedir və alternativ marşrut olaraq Türkiyə üzərindən Naxçıvanla birbaşa əlaqə təmin olunub və müntəzəm reyslər artıq gün ərzində 4 dəfə təşkil olunub və onu da vurğulamaq lazımdır ki, hazırda da vətəndaşlarımız Türkiyədədirlər və Iğdır şəhərindədirlər və buradan da onlar yollanacaqlar, avtobuslar vasitəsilə yollanacaqlar Naxçıvan ərazisinə və yolun ümumi saatı və gedişatı barədə sizə məlumat vermək istərdim ki, əslində normal şərtlərdə əgər ki uçuş təxminən 40-50 dəqiqə çəkirdisə, təəssüf ki, bu dəfə artıq yol biraz uzanır və 2 saat 10 dəqiqə sürür və bu da eyni zamanda 1000
1350 kilometr hava sahəsi ilə təşkil edir və bundan sonra isə vətəndaşlar bura çatdıqdan sonra isə Azal tərəfindən xüsusi ayrılmış avtobuslar vasitəsilə onlar Iğdırdan Naxçıvana keçirlər quru yolla və onu deyim ki, təyyarə həddən artıq doluydu və eyni zamanda da iki ölkə arasında, eyni zamanda Azərbaycan və Türkiyə Xarici İşlər Nazirləri danışıqlarında da bu marşrutun təmin olunması ilə bağlı danışıqlar aparmışdılar və hazırda mən sizə həmin görüntüləri təqdim etmək istəyirəm ki, vətəndaşlarımız gördüyünüz kimi Iğdırdadılar və biraz sonra isə onlar Naxçıvanda olacaqlar və belə hələlik mənim çatdıracaqlarım bunlardır. Novruz, sözü yenidən sizə ötürürəm. İrəliyən saatlarda isə növbəti bağlantılarda daha ətraflı məlumatları sizə çatdıracağım. Təşəkkür edirəm Sabir. Ətraflı məlumat verdiyiniz üçün. Sabir Səfərov deməli Iğdırda da, Türkiyənin Iğdır şəhərində bir daha xatırladaq ki, Azərbaycan hava yolları Bakı, Iğdır və əks istiqamətdə əlavə aviareyslər deməli təşkil eləyib və sərnişinlərin Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək məqsədi ilə qeyd etdiyi kimi Sabirin də artıq Bakıdan yola düşən sərnişinlər Iğdır hava limanına çatıblar. Iğdırdan isə Naxçıvana xüsusi ayrılmış avtobuslarla daşınacaqlar və biz irəliyən saatlarda da biz yenidən Sabirlə bağlantı yaradacağıq. Əgər mümkün olacaqsa təbii ki və ətraflı məlumatlar verməyə çalışacağıq sizə və biz müzakirəmizə davam edirik. Orxan müəllim və Azərbaycana beynəlxalq dəstək, xüsusilə bayaq qeyd etdik biz və bu dəstək arasında Pakistanın və Birləşmiş Ərəb Əmirliklərinin verdiyi mesajlar xüsusilə diqqət çəkir. Hansı ki, Birləşmiş Ərəb Əmirlikləri də İranın hədəf aldığı ölkələrdən biridir Körfəz zonasında və əlbəttə ki, Pakistan xüsusilə diqqət çəkir. Bu hansı mesajı verir Azərbaycana verilən bu mesaj, həm də İran kimi ölkəyə hansı mesajı verir? Bu İran kimi ölkə mesajı verir ki, biz sizin qonşunuz olaraq, siz bizi təhdid edən bir ölkəsiz, bir dövlətsiz, xüsusilə də Birləşmiş Ərəb Əmirlikləri. Biz görürük ki, Birləşmiş Ərəb Əmirliklərinə nə qədər zərbələr vurulur, həm dron zərbələri, raket zərbələri. Bu birbaşa olaraq Birləşmiş Ərəb Əmirliklərinin təhlükəsizliyinə təhdiddir, onun iqtisadiyyatına təhdiddir, onun vətəndaşlarına, oradakı olan qonaqlara təhdiddir. Və bütün bunların bərpası da həm vaxt aparacaq, həm yenidən Birləşmiş Ərəb Əmirliklərini təhlükəsiz bir yerə çevirmək vaxt aparacaq, investisiyaları yenidən cəlb etmək vaxt aparacaq. Biz görürük ki, bu birbaşa olaraq həm iqtisadiyyata, həm dövlətin özünə, həm vətəndaşların təhlükəsizliyinə ziyandır. Digər tərəfdən Səudiyyə Ərəbistana da hücumlar olunur və biz bilirik ki, Pakistanla Səudiyyə Ərəbistan arasında hərbi müttəfiqlik müqaviləsi var və Pakistan Səudiyyə Ərəbistanın nüvə çətirini təşkil edir. Səudiyyə Ərəbistana olan hər bir təhdid eyni zamanda Pakistana da olan təhdiddir. Və bütün bunları nəzərə alaraq və Pakistanla Azərbaycanın qardaşlıq münasibətini, Pakistanın daim Azərbaycana həm Qarabağ müharibəsi dövründə, həm də ondan sonra Azərbaycana həm hərbi siyasi dəstək prosesində Pakistanın yaxın olduğunu nəzərə alaraq Azərbaycana, bu Pakistana və Birləşmiş Ərəb Əmirliklərinə tək Azərbaycanın dəstək deyil, eyni zamanda Azərbaycanın dəstək üçün İrana qarşı çıxmağa da bir siyasi fürsət verir və bunu siyasətçi kimi dəyərləndirsək, görərik ki, bu tək Azərbaycanın dəstək və xoşməram demək deyil. Bu eyni zamanda növbəti bir səbəbdir ki, bu İrana təhdid etmək və İranı qonşulara zərbələr endirməyə çəkindirmək və növbəti zərbə, qonşuların növbəti zərbə, xüsusilə də strateji müttəfiqlərə olan növbəti zərbə bu artıq regional dövlətlərin bu müharibəyə qoşulması ilə gətirib çıxara bilər. Burada isə artıq İranın fraqmentasiyası, parçalanmasını biz görə bilərik. Və təbii ki, Amerika Birləşmiş Ştatlarının da mövqeyi qətidir. Trump İrana sərt xəbərdarlıq eləyib. ABŞ prezidenti Donald Trump bəyan eləyib ki, Vaşinqton və Tehran arasında razılaşma yalnız İranın tam təslim olması ilə mümkündür. Truth Social'da yazıb Donald Trump. Çoxlu böyük və çox cəsur müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə İranı uçurumdan geri çəkmək, onu iqtisadi baxımından daha böyük, daha yaxşı və həmşəkindən daha güclü etmək üçün yorulmadan çalışacağıq deyə Amerika lideri bildirib. Həmçinin deyib ki,
qeyd şərtsiz kapitulyasiya tələb eləyir. İranla heç bir razılaşma olmayacaq. Yalnız qeyd şərtsiz kapitulyasiyadan başqa və bundan sonra və layiqli liderlərin seçilməsindən sonra biz və bir çox müttəfiqlərimiz, tərəfdaşlarımız İranı məhv olmaq astanasından geri çəkmək üçün yorulmadan çalışacaqıq deyə Donald Trump bildirib və əməliyyatlar da davam eləyir. Bilirsiniz, buyurun. Demək olar ki, baxın, İran uzun kifayət qədər neft qaz ehtiyatlarına malikdir və həmçinin qaz ehtiyatlarına görə ikinci yerdədir. Amma buna baxmayaraq, o nüvə enerjisi bunu əldə eləməyə çalışır və bunu mülki məqsədlər üçün, elmi məqsədlər üçün istifadə edəcəyini manipulyasiya kimi xarakteriz edir. Qeyd etdim, məhz İran nüvə silahı əldə etməyə çalışırdı və bu ölkə neft və qazdan gələn gəlirləri xalqının sosial rifahı üçün yox, ancaq proksi qüvvələri, regionda xaos və anarxiya, dırnaqarası öz müqavimət hərəkatını, Xumeynizm hilyalı, bunu bir çox hallarda bunu dini təriqət adı ilə hallandırırlar, İslam adı ilə hallandırırlar, amma mən buna Xumeynizm hərəkatı deyirəm və o Xumeynizm hərəkatı məhz Sasanizm, Əhmənizm ideyalarına, Fars şovinist ideyalarına söykənir və əsas da strategiya yaxın şərqi və Qafqaz regionunu İranın əsarətini altına almaqdır. Həm mədəni, həm siyasi, həmçinin hərbi cəhətdə. Məhz İran 47 il ərzində bu siyasəti həyata keçirir. Ona görə də bunun qarşısı məhz böyük dövlətlər tərəfindən alınmalı idi. Bilirsiniz, İran 2025-ci ildə tamamilə bu rejim çökməlidir. Sadəcə olaraq Amerika Birləşmiş Ştatları 12 günlük müharibədə müəyyən fasilə götürdü. Çünki İrandır, Çindir və Rusiyadır. Konkret olaraq bunlar ümumiyyətlə dünyada qərbə qarşı böyük bir cəbhə açmışlar. Məhz İran da Rusiya ilə qərbə qarşı yeni cəbhədir və bu müstəvidə Amerika Birləşmiş Ştatları bu zənciri də qırmaq istiqamətində bu strategiyanı, bu siyasəti həyata keçirir. Bayaq hörmətli bizim həmkarımız qeyd etdi. Məhz İranın Naxçıvana PUA dronu hücumunda biz Rusiyadan da hər hansı bir dəstək və yaxud telefon zəngini də görmədik. Yəni göründüyü kimi bunlar eyni halqadadırlar və Azərbaycana qarşı düşmənçilik siyasətində eyni mövqedən çıxış edirlər. Və hesab edirəm ki, bu günləri İranın məhz Naxçıvanı hədəf alması bir növ tamamilə Naxçıvanı təzyiq etmək, Trip layihəsinin Zəngəzur dəhlizinə qarşı zərbə vurmaq, təhdid altına saxlamaq, həmçinin beynəlxalq aviasiyanı Cənubi Qafqazda fəaliyyətini iflic etməkdir. Baxın, şərlə qərbi demək olar ki, aviasiya həm Azərbaycan üzərindən daha çox, Cənubi Qafqaz üzərindən keçir. Məlum Rus-Ukrayna müharibəsindən görə təyyarələr... Havada da bir körpü rolunu oynayır Azərbaycan. Bəli, Cənubi Qafqazda. Şərqlə qərbi birləşdirdiyini verir. Həm orta dəhliz vasitəsilə, quru yolundan və belə kritik dönəmlərdə də bəli, hava yolu ilə. İran tərəfi də məhz dünya iqtisadiyyatına zərbə vurmaq, Cənubi Qafqazda siyasi sabitliyi, təhlükəsizliyi, dəhlizi tamamilə təhdid altında saxlamaq üçün bu kamikadze, bu terror aktını həyata keçirib. Ona görə də məhz Amerika Birləşmiş Ştatlarının prezidenti qeyd etdiyi kimi İran xalqı sosial rifah əvəzinə onlar daha çox terror, təxribat regionuna saçırlar və dünyanın nəqliyyat sistemini iflic etməyə, iqtisadiyyatını iflic etməyə bunlar çalışırlar. Həqiqətən də Amerika Birləşmiş Ştatları İranı sosial rifah dövlətinə istiqamətləndirmək strategiyasını həyata keçirəcək. Baxaq Venezuelaya. Venezuelada uzun müddət elə İrandakı kimi bir rejim var idi, xalq əsarət altında saxlamaq və neft-qaz gəlirlərindən səmərəli istifadə edilmirdi, daha çox hərbiyə xərclənirdi. Amma hazırda oradakı sistem dəyişilib, neft-qazdan gələn gəlirlər xalqın rifahına söykənir. Mən əminəm ki, İranda yeni bir sistem qurulacaq, onlar qonşularla dostluq və qarşılıqlı etimad müstəvisində siyasət
siyasət apara bilərlər, həmçinin neft və qazdan gələn gəlirləri əhalinin sosial rifahına xərcləyirlər. Əgər buna da getməsələr, təbii ki, yenidən onlar faizi ilə üzləşə bilərlər. Amma proses təbii ki, indi baş verənləri tam proqnozlaşdırmaq olmur. Çünki hər saatdan bir proseslər tamamilə yeni müstəviyə gedir. Azərbaycan Respublikası da baş verən prosesləri də yaxından izləyir. Azərbaycanın ordusu, təhlükəsizlik qüvvələri də bir nömrəli bu proseslərin nəzarət edir və düşünürəm ki, bizim xalqımız da bu proseslərdən də narahat olmasınlar. Cənab Prezident İlham Əliyev demək olar ki, Azərbaycanın təhlükəsizliyini tam təmin edir. Bu günləri beynəlxalq birlikdən, dünyanın aparıcı dövlətlərindən Azərbaycana dəstək zəngi, hətta Pakistan silahlı qüvvələrinin Azərbaycanın yanında olmasını da qeyd etməsi artıq Azərbaycan bu prosesdə tək deyil. Tehran da artıq, İran rejimi də artıq bundan dərsini götürüb. Onlar hesab edirdilər ki, bu məsələdə Azərbaycan tək olacaq, Azərbaycan küncə sıxışdıracaq, Azərbaycana təzyiq edəcək, amma baş verənlər göstərdi ki, Azərbaycan meydanda tək deyil. Azərbaycan prezidenti dəmir yumruqla Ermənistanı necə küncə sıxdısa, Ermənistan kapitulyasiya aktına imza attırdısa, artıq ermənilər sülhdən danışır, Nikol Paşinyan sülhdən danışır. Bugün həmin dəmir yumruq məhz Təhlükəsizlik Şurasında Sebaha, İran rejiminə də göstərildi. Yəni onlar bu dəmir yumruqdan nəticə çıxarmalıdırlar. Aydındır. Orxan müəllim, indi əsas suallardan biri, bayaq da qeyd etdik biz, Azərbaycanın burada mövqeyi açıq-aydın bəllidir və biz bu hadisə ilə əlaqədar həm üzr istənməsini, həm də günahkarların cəzalandırılmasını tələb edirik. Bundan sonraki prosesi, hazırki prosesləri daha doğrusu təhlil edərkən və bundan öncə qeyd etdiyimiz kimi birinci dəfə deyil, İranın Azərbaycana qarşı belə terror aktları törətdiyi də ilk dəfə deyil, bundan əvvəl də olub. Bunları, bu prosesləri təhlil edərkən hansı qənaətə gəlmək olur? Proqnozunuz nədir? Bundan sonra proses necə irəliləyəcək? İranda proseslər xaotik gedir və bu xaotik getdiyinə görə hal-hazırki bir dövrdə proqnoz vermək və xüsusilə də müsbətə yönəlmiş proqnoz vermək çox çətindir və qeyri-mümkündür. Yəni hal-hazırki dövrdə demək ki, məhz günahkarlar cəzalandırılacaq, İran üzr istəyəcək, bu ağla batan görsənmir. Əksinə görsənən budur ki, hal-hazırki dövrdə daha da zəifləyən İran, əgər mən yanıramsa, bütün regionda yansın siyasət. Bilirsiniz, İran üzr istəməzdən gəldikdə, əgər üzr istənməli olsaydı, ilk növbədə İran prezidenti və Xarici İşlər Nazirliyi bu səviyyədə Azərbaycana qarşı rəsmi mövqe bildirməli idi və bildirmədilər. Deyirlər ki, gözləmə mövqeyindir. Məhz oradakı bütün səlahiyyət Sebahanın əlindədir. Sebah da heç vaxt çıxıb üzr istəməyəcək. Biz nəinki üzr istəməyi gözləyək, onların terror təxribatlarına da biz hazır olmalıyıq. Yəni, onlar növbəti mərhələdə Azərbaycana qarşı təxribatlar həyata keçirə bilərlər. Mən düşünürəm ki, Azərbaycan bütün proseslərə də hazırdır və İrandan gözlənilən təxribatların da qarşısını almağa qadirdir. Və bu istiqamətdə də Azərbaycan öz təhlükəsizlik sistemi də gücləndirir. Bilirsiniz, İran tərəfi Bakı-Ceyhan neft boru kəmərini, Xəzər dənizində neft-qaz yataqlarını, Sebah daima bunlar simulyasiya daima yayırdılar. Bilirsiniz ki, hələ bu müharibədən də əvvəl daima Azərbaycanı təhdid edirdilər. Yəni, göründüyü kimi onların daima planda olub, strategiyasında olub Sebahın və o Naxçıvana da endirilən zərbə həmin strategiyanın analoji davamı idi. Və onu hesab edirəm ki, İran tərəfi Azərbaycana qarşı düşmənçiliyini davam etdirəcək. Bu günləri onların həyata keçirdiyi siyasət təbii ki, regionu xaosa sürükləmək, şimal-cənub, qərb-şərq demək olar ki, nəqliyyat dəhlizini tamamilə iflis etmək, həm quru yolu, həm hava yolu, həm dəniz yolları və bu prosesdə hesab edirlər ki, bu region ölkələr Amerikaya təzyiq edib müharibəni dayandıra bilər. Yəni, bunlar bir növdə bu məsələyə, bu kontekstdən yanaşırlar ki, Azərbaycana təzyiq eləyə, Türkiyəyə təzyiq eləyə, ərəb ölkələrinə təzyiq eləyə, hərbi cəhətdə bunlar Amerikadan xahiş etsinlər. Amma İranın bu siyasəti təbii ki, öz əleyhinə
işlədi. Qonşularla normal münasibətlər sistemini qurmaq əvəzinə, vasitəçilik missiyasını həyata keçirmək üçün müraciət etmək əvəzinə onlar PUA-larla, dronlarla, raketlərlə bizim üzərimizə gəlmək istəyirlər. Təbii ki, onların da cavabı Amerika və İsrail tərəfindən verilir. Yəni, bir də onlar Azərbaycana qarşı hər hansı bir təxribatlar həyata keçirəcəksə, layiqli cavablarını da alacaqlar. Və yenə bir dəstək mesajı Azərbaycana Çexiyadan gəlib. Prezident İlham Əliyev Çexiyanın baş naziri Andrey Babişə təşəkkür eləyib. Çexiya Respublikasının baş naziri cənab Andrey Babişə İran dövlətinin Azərbaycan ərazisinə qarşı dron hücumlarından sonra verdiyi güclü dəstək və həmrəylik mesajına görə dərin minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin sosial media hesablarındakı paylaşımında qeyd olunub. Bildirilir ki, bu bəyanat Azərbaycan və Çexiya arasında dostluq və beynəlxalq hüquqa sadiqlik ruhunda inkişaf edən möhkəm münasibətlərin parlaq əksidir. Orxan müəllim, fikriniz sizin yarıda qaldı. İstərdim fikrinizi tamamlayasınız. Buyurun. Əsas məqsəd bundan ibarətdir ki, İranın bütün bu məqsədsiz hücumları, qonşu dövlətlərə hücumları bundan ibarətdir ki, mən əgər yanıramsa, bütün regionu yansın. Eyni zamanda bütün region dövlətləri ziyan görsünlər bu müharibədən. Amerika Birləşmiş Ştatlarından desinlər ki, bizim iqtisadiyyatımıza zərər vurur və eyni zamanda bizim vətəndaşlarımıza ziyan dəyir, onlar yaralanır, onlar deməli əziyyət çəkir və bu müharibə dayandırılsın. Amma İran unudub ki, biz son 5 ildə tək Azərbaycan deyil, yəni bütün region və bütün dövlətlər sürətli şəkildə silahlanırlar və demək olar ki, İranın vurulması zamanın məsələsi idi. Biz Trump'ın birinci prezidentlik kadensiyasında İrana qarşı bu təhdidləri gördük və havada, atmosferdə var idi ki, Trump ikinci dəfə prezident seçilərsə, İran məsələsi vaxt məsələsidir və zamanı çatacaq. Bəli, Ukrayna məsələsi əsas problemlərdən biri idi, onun həll olunması. Amma görülən budur ki, bu məsələ həll olunmamış, Trump birbaşa olaraq İrana keçdi. Eyni zamanda da bu Çin, Rusiya və İran qövsünün tamamilə zəiflənməsinə hesablanıb. Əgər İran bu tənlikdən çıxarılarsa, Çin və Rusiya demək olar ki, tək başına qalacaq və bu artıq Çin və Rusiyanın da daha da zəiflənməsinə gətirib çıxaracaq. Çünki onlar bir qövs qurmuşlar, anti-qərb qövsü və hal-hazırda da İranın bu məhvinə oyundan çıxarılması bu qövsün məhvinə gətirib çıxarılacaq. Yəni, sizin sualınıza cavab olaraq İranın bu məqsədi hal-hazırki dövrdə, onun məğlub olduğu bir dövrdə, onun daxili və xarici qeyri-sabitliyi olduğu bir dövrdə bu qeyri-sabitliyi kənara çıxartmaq istəyidir ki, bu da alınmayacaq. Çünki dövlətlər artıq buna hazır idilər. Aydın, çox təşəkkür edirəm sizə və bir məlumatı bir daha izləyicilərin həm də diqqətinə çatdırmaq istəyirəm ki, Amerika Birləşmiş Ştatları da İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan eləyib. Bu barədə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin X sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunub. ABŞ İran dronlarının Naxçıvana hücumlarını qətiyyətlə pisləyir, Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edir. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi vəziyyətin inkişafını diqqətlə izləyir və xəsarət alanların tezliklə sağalmasını arzuluyur deyə qeyd olunub. Bəli, görünən odur ki, elə sizin də qeyd etdiyiniz kimi ekspertlərin ki, İran hazırki kritik dönəmdə, yəni xüsusilə özü çətin bir durumdadır, amma Azərbaycan kimi bir qonşusuna və hansı ki o qonşu ki, yəni çətin durumda hər zaman ona dəstək olmağa çalışır və belə bir qonşuya qarşı bu terror aktı bir daha onun hansı durumda, hansı vəziyyətdə olduğunu bir daha göstərir. Yekun olaraq fikrinizi istəyəcəm, vaxtımız məhduddur, buyurun. Təbii ki, artıq biz bundan sonra İranla münasibətlər əvvəlki kimi olmayacaq, baxmayaraq ki, biz böyük birgə layihələr həyata keçirirdik. Araz dəhlizi vadisi, bilirsiniz ki, Zəngilandan İran tərəfinə də körpü çəkilirdi Arazdan. Həmçinin birgə layihələr Şimal-Cənub
nəqliyyat dəhlizi həyata keçirilirdi. Yəni artıq bunlar da demək olar ki, tarixdə qaldı. Bundan sonra İranla hər hansı bizim siyasi, iqtisadi layihələr həyata keçirməyimiz məhz Tehran tərəfindən demək olar ki, üstünə xətt çəkildi. Və Azərbaycan da artıq bu məsələlərdən demək olar ki, dostunu və düşməni də tanıdı. Artıq göründü ki, İran bizə indiyə kimi dost yox, düşmən gözü ilə baxırmış. Təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün və şərhiniz, dəyərləndirməniz üçün. Orxan müəllim, həmçinin sizə də yayıma qatıldığınız və şərhiniz üçün təşəkkür edirəm. Təşəkkür edirəm dəvət üçün, çox sağ olun. Bəli, qeyd edim ki, studiyada qonaqlarım siyasi şərhçi Məhəmməd Əsədullazadə və bizimlə canlı bağlantıda siyasi şərhçi Orxan Nəbiyev idi və biz son hadisələri İranın Naxçıvanı hədəf alması və Azərbaycana gələn dəstək mesajları, ümumiyyətlə regionda baş verən son proseslər, proqnozlar nədir? Bunları müzakirə etdik. Xəbər axşamı bugünü işini yekunlaşdırır sabah saat 20-də. Ən son xəbərlərlə qarşınızda olacağıq. Lakin kanalı dəyişməyin, çünki realda xəbər axını davam edir.